Bu bitkinin insan üçün inanılmaz faydalarının olduğunu bilirdinizmi? Əksər insanın görünüşü və rənginə görə sevdiyi bu bitki, sən demə xalq təbabətində uzun illərdir dərman vasitəsi kimi istifadə edilir. Bəli, bugün Bir Bax kanalında bu bitkinin təbabətdə istifadə edilən effektiv reseptlərindən danışacağım. Videonu sona qədər izləməyi unutmayın. Çünki sonda bitkinin əks təsirləri haqqında da məlumat alacaqsınız. Dəyərli izləyicilərim, sualım sizədir. Bu bitkidən sizdə varmı? Ondan heç dərman vasitəsi kimi istifadə etmisinizmi? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Mən də bitkinin faydalarından danışım. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. El arasında hər kəsin məxmər gülü kimi tanıdığı bu bitki mürəkkəb çiçəklər fəsiləsinə aiddir. Bitkinin vətəni əslində Amerikada, lakin 17-ci əsrdə Amerikadan İspaniyaya gətirildiyi üçün sonradan Avropa ölkələrinə də yayılıb. Məxmər gülünün insan orqanizminə faydaları. Bitkini faydalı eləyən onun qurd qovucu, sidik qovucu, sakitləşdirici və mədə üçün ağrı kəsici özəlliyidir. Həmçinin bitki ekzemanı müalicə etmək hünərinə də malikdir. Məxmər gülü müalicə vasitəsi kimi qəbul edildikdə görmə qabiliyyətini artırır, göz ağrılarını və revmatizmanı azaldır. Rus adət-ənənələrində ailədə sağlamlıq və firavanlıq simvolu kimi çoxdan yerini tapıb. Adətən rusların ənənəvi bal bayramında kilsələrdə məxmər gülünün dəstələrinə dualar oxunur. Sonra gələn ilədək müalicə məqsədi ilə evdə saxlanılır. Lakin bu bitkinin bəzi növləri tibbi məqsədlər üçün istifadə edilmir. Bunu diqqətlə saxlayın. Kiçik çiçəkli olanlar və cır növləri daha faydalıdır. Bu növ məxmər gülü efir yağları və vitaminlər baxımından daha zəngindir. Sadə vasitələr. Bu bitkinin əlvan rəngli, xoş ətirli çiçəklərindən hazırlanan vasitələr soyuq dəymə zamanı və qurdların tökülməsində orqanizmə kömək edir. Həmçinin orqanizmi vitaminlərlə təmin edir. Sidik qovucu təsirə malikdir. Lakin bir şeyi vurğulamalıyam. Bu bitkini hər kəs istifadə edə bilməz. Əgər istifadə edəcəksinizsə, mütləq həkimlə məsləhətləşin. Bu ən doğru yoldur. Şəkərli diabet zamanı 50 ədəd qəhvəyi və ya tünd narıncı rəngli çiçək, 500 ml yüksək keyfiyyətli spirt lazımdır. Çiçəkləri bir qaba qoyun, üzərinə spirt tökün, qaranlıq yerdə bir həftə saxlayın. Vaxtaşırı qabı silkələmək lazımdır. Alınan qarışımı süzün. Gündə 3 dəfə yeməkdən əvvəl bir çay qaşığı qəbul eləyin. Bu dərman vasitəsi xüsusilə diabetin ilkin mərhələlərində təsirli olur. Şəkərli diabetin daha ağır hallarında da qanda şəkərin səviyyəsini azalda bilir. Şəkərli diabet zamanı toxumlu çiçəkləri xırda doğrayıb qaynar su ilə dəmləmək də köməyə çatır. Gündə 4 dəfə. Hər dəfə 50 ml olmaqla içilən dəmləmə pankreatit tutmalarına da faydalıdır. Hər 2 saatin tamamında bir xörək qaşığı içməklə pankreatit ağrılarının qarşısını almaq mümkündür. Mədə-altı vəz xəstəlikləri zamanı bir orta ölçülü çiçək götürün. Əzin, üzərinə 200 ml qaynar su tökün və yarım saat saxlayın. Sonra alınan qarışımı süzün. Ən az 2 həftə ərzində qida qəbulundan asılı olmayaraq gündə 4 dəfə, hər dəfə 50 ml qəbul eləyin. Pullu dəmirov zamanı 8 çiçək və 4-5 stəkan qaynar su lazımdır. Çiçəklərin üzərinə 4 stəkan qaynar suyu tökün. Vamodda 5-7 dəqiqə saxlayın. Sonra süzün və qalan kütləyə yarım stəkan qaynar su əlavə eləyin. Yenidən qaynadın. Yaranan qarışım təkrar süzülür və birinci ilə qarışdırılır. Bu dəmləməni gündə 3 dəfə, yeməkdən əvvəl 3 stəkan olmaqla içmək lazımdır. Müalicə müddəti 1 ayda, 7-10 gün ara verdikdən sonra müalicə kursu təkrarlanır. Bu vasitə pullu dəmirovla yanaşı vitiligo, neurodermatit, həmçinin görmə zəifliyi və şiddətli saç tökülməsi üçün də lasyon və kompres şəklində də istifadə edilə bilər. Oynaqların iltihablanması zamanı bir xörək qaşığı çiçəyi 200 ml qaynar suya əlavə eləyin, odun üzərinə qoyun və qaynadın. Sonra cunu ilə süzün. Dəmləməni gündə 3 dəfə yeməkdən əvvəl, hər dəfə 200 ml olmaqla qəbul eləyin. Kursun müddəti 3 aydır. Bundan sonra 20 günlük fasilə verilir. Lazım gələrsə kurs təkrarlanır.
Qaraciyəri təmizləmək üçün 8 çiçəyin üzərinə 1 litr qaynar su tökülür. Vamodda qaynadıldıqdan sonra süzülür. Kütlənin üzərinə yenidən 750 ml qaynar su tökülür. Təxminən 5-6 dəqiqə qaynadılır və sonra süzülür. Birinci və ikinci dəmləmələr qarışdırılır və yenidən süzülür. Alınan məhluldan gündə 2 dəfə, hər dəfə 1 stəkan olmaqla yeməkdən 10-15 dəqiqə əvvəl qəbul edilir. Müalicə kursu 1 ayda, sonra 1 həftəlik fasilə verilir. Ardınca kurs təkrarlanır. Görmə qabiliyyətinin yaxşılaşması üçün məxmər gülü görmə qabiliyyətini yaxşılaşdırmağa yönəlmiş bioloji əlavələrin bir hissəsi ola bilər. Bitkinin tərkibində olan karoten və lutein maddələri kataraktın yaranmasının qarşısını alır. Göz problemlərinin həcmini azaltmaq üçün hər gün 3 çiçək yemək məsləhət görülür. Dəri qıcıqlanmaları zamanı 1 stəkan qaynar su ilə 1 xörək qaşığı xırdalanmış çiçəyi qarışdırın. Bir neçə dəqiqə vamodda qaynadın. 1 saat yarım soyumasını gözləyin. Cunu ilə süzün. Zədələnmiş dəri nahiyələrini gündə 2 dəfə bu məhlulla silin. Sinir gərginliyini aradan qaldırmaq üçün məxmər gülü ilə vanna etmək əsəb gərginliyini azaldır və depressiyanı müalicə eləyir. Yorğunluqdan xilas olmaq üçün də bitkilərdən mədət umma bilərsiniz. Günün sonunda qəbul edilən vanna yuxu rejimini nizamlayacaq. Nəticədə xroniki yorğunluqdan qurtulacaqsınız. Daha effektiv nəticə üçün suya bir neçə damcı efir yağı da əlavə edə bilərsiniz. Qabarlardan, ziyillərdən, hematomalardan qurtulmaq üçün bitkinin əzilmiş çiçəklərini 1/10 nisbətində zeytun yağı ilə qarışdırın. 8 saat saxlayın. Sonra bu qarışıma qaynar su əlavə eləyin. 30 dəqiqə gözləyin, süzün və çiçək kütləsini sıxın. İçərisi görünməyən tünd rəngli şüşə qabda soyuducuya qoyun. Nəticədə xassələrinə görə çaytikanı yağından geri qalmayan yağ əldə etmiş olacaqsınız. Bəli, alınan yağ yaraları sağaldır və yanıqlara kömək edir. Diş əti xəstəlikləri və müxtəlif dəri zədələnmələri zamanı bayaq qeyd elədiyim üsulla bitkidən yağ əldə edə bilərsiniz. Həmin yağdan losyon və kompres kimi istifadə edərək diş əti xəstəliklərindən xilas ola bilərsiniz. Yağı hər hansı bir dəri kremi ilə də qarışdırsanız, sakitləşdirici təsirini almaq mümkündür. Qurd əleyhinə vasitə. 1 xörək qaşığı çiçəyin üzərinə 300 ml qaynar su tökülür. Soyuduqdan sonra süzülür. Məhluldan gündə 3 dəfə, yeməkdən əvvəl hər dəfə 2 yemək qaşığı olmaqla qəbul edilir. Müalicə 2 həftə davam edilir. Dəri problemlərində. Dəri problemləri müəyyən dərəcədə daxili orqanların normal fəaliyyətinin pozulması ilə əlaqədardır. Üz və boyun dərisinə daimi qulluq edilməlidir. Bu işdə məxmər gülü sizin köməyinizə çatacaq. Dərman vasitəsini hazırlamaq üçün 2 xörək qaşığı əzilmiş çiçək, 1 çay qaşığı limon suyu, 1 xörək qaşığı yüksək dərəcəli spirt, 200 ml qaynar su lazım olacaq. Çiçəklərin üzərinə qaynar su tökün və 8-10 saat saxlayın. Sonra qarışımı sıxaraq süzün. Alınan məhlula limon suyu və spirt əlavə eləyin. Qarışdırın, soyuducuda saxlayın. Bu losyon sanaqların sağalmasına kömək eləyəcək, qıcıqlanmış dərini təmizləyəcək və sakitləşdirəcək. Həmçinin dərini mikroelementlərlə qidalandıracaq. Ancaq dəri çox quru və həssasdırsa, limon suyunun və spirtin miqdarı bir qədər azaldılmalıdır. İndi də keçək bitkinin əks təsirlərinə. Məxmər gülünün əks təsirləri olmasa da, xüsusi hallarda sağlamlığa zərər verə bilər. Məsələn, böyük dozalarda qəbul edildikdə mədənin selikli qışasının qıcıqlanmasına səbəb olur. Bu isə özünü qarın boşluğunda ağrı, ürək bulanma şəklində göstərir. Qaraciyər və böyrək çatışmazlığı zamanı bitkinin aktiv komponentləri bədəndə toplanır. Toksikləşməyə və zəhərlənməyə səbəb ola bilir. Orqanizmin çiçək tozuna və ya komponentlərinə həssaslığı zamanı baş ağrısı, zəiflik, yuxulluq, qusma, allergiya baş verə bilər. Allergik reaksiya adətən yüngül formada, selikli qışaqların qıcıqlanması, qaşınma kimi özünü göstərir. Bu reaksiya kişilərdə qadınlara nisbətən daha şiddətli olur. Hamilə və süd verən qadınların, yaxud körpə uşaqların bu bitkidən hazırlanan vasitələrdən istifadə etməsi tövsiyə olunmur. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, bugünlükdə bizdən bu qədər. Videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi həmçinin YouTube'dan, Facebook'dan, TikTok'dan və Instagram'dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.